Fazıl, bax həmin dəniz kənarında nə vaxtdan müşahidə olunmaya başlayıb o tip halda? İrandan müharibə başlayandan sonra 3 gündən sonra bu başlanıb bu. Gəlib bu mazot çıxıb. Bu mazot da həm quşların, həm heyvanların, həm də balıqların kütləvi qırmızına səbəb olan bir mazotdur bu. Gəlib çıxıb bura. Sahil boyu çox ərazilərdə olur. Bəli, Bax, bu sahil sakinlər bu- üçün hansı çətinlik yaradır, balıqçılar üçün hansı çətinlik yaradır? Balıqçılar üçün də çətinlik yaradır ki, balıq yoxdur. Balıq iyindən hamısı çıxıb gedir, zəhərlənib gelir. Balıq başqa Lənkəranda Xəzər sahilində yoxdur. Lənkəranda Xəzər sahili boyu ərazilərdə kilometrlərcə uzunluğunda bu tip neft qalıqların bu sahil boyu ərazilərdə müşahidə etmək olar. Balıqçılar bildirirlər ki, havalar küləkli olanda dəniz ləpələri vasitəsilə bu tip neft məhsullarının qalıqları sahilə daha çox çıxır. Bu mazutdur. Mazut neft daşlarından, neft buruqlarından tökülən mazutlardır. Gəlir çıxır bizim ləpə gətirir, tökülür dənizə, dənizdən də gəlir ləpə atır çölə. Bütün diləklərimiz dəniz qırağında yerimək olmur. Bunun əlindən yerimək olmur. Ayağından müğayət olar, getmə də olar. Getmə. Ayaqqabıya zada da yapışır, paymal olur. Bu da, bura. Əlim balaca vurdum, bura bax. Baxın. Buna nə deyəcəklər? Bu da balığın olmamayının səbəbkarlarından biri də budur. Bütün Xəzər boyu budur. Bu hələ biraz yerdir, baxın. O yerdə çəkin görün nələr var. Balıqlar bundan zəhərlənə də bilər. Əlbəttə bu mazutdur da, bu mazut nə olan şeydir? Mazutdan zəhərlənər də, hər nə də olar. Özünüz görün, sizin gözünün qabağında bunu biz tökməmişik. Bunu ləpə gətirib töküb bura. Hansı ərazilərdə daha çoxdur bu? Ya mən onu bilmirəm, düzün sözü bilmirəm. Yəqin ki, bütün bu Xəzər dənizinin Lənkəran zonasının hamısında bundan var. Hamısında var bu mazutdan. Tökürlər dənizə, bu da Ekoloq Nazim Məmmədov. Bildiyimiz kimi son günlər Xəzər dənizinin cənub bölgəsində olan sahil ətrafı ərazilərdə xüsusi olaraq o neft ləkələri, yəni yağ məhsullarının müşahidə olunması, bunu bir neçə səbəblə izah etmək olar. Birinci səbəb odur ki, əvvəla cənub bölgəsində o Xəzər dənizinin cənub bölgəsində olan sektorunda hər hansı bir neft-qaz əməliyyatları aparılmır. Bu bir mənalıdır. Bu neft-qaz əməliyyatları yalnız Azərbaycanın Abşeron ərazisində aparılır, amma ümumən Xəzər dənizində tədqiqatlar onu göstərir ki, yəni bir neçə mənbələrdə, xüsusilə də Talış yatağında da bu neft-qaz əməliyyatları, yəni o yataq olaraq mövcuddur. Hazırki o ləkənin müşahidə olunması təbii proses ola bilər. Yəni qlifonlar, yəni pilpilək olaraq deməli dərin qatlardan çıxan o üzvü karbogenlərdir. Necə olur bu? Necə baş verir? Tektonik olaraq laylarda boşalmalar baş verir. Yəni o suxurların aşınması zamanı və dediyimiz kimi o layların belə deyək öz yerlərini dəyişir. Bu zaman o üzvi karbogenlər, yəni üzvi birləşmələr dəniz səthinə çıxmış olur və burada təbii ki, dənizin dibində mexaniki qarışıq olaraq, çöküntü olaraq qalır və su axarlarının və eyni zamanda dalğaların, yüksək dalğaların təsirində sahilə çıxmış olur. İkinci bir səbəb deyə bilərik ki, ümumiyyətlə Xəzər dənizində indi son dövrlərdə bu azalıb, gəmilərin hərəkətləri olur. Yəni bu həmin gəmilərdə balans su deyilən bir anlayış var. Eyni zamanda gəmilərin özünün mühərriklərində dənizə müəyyən o üzvi yanacaqların sızması baş verə bilər və lokal olaraq küləyin təsirindən və su axınlarının təsirindən sahilə çıxmış olar. Və yaxud da ki, ən az ehtimal olunan bir məsələ odur ki, sahil ətrafı ərazilərdə hansısa bir müəssisədən istehsalat tullantılarının atılması kimi qeyd edək. Amma daha böyük versiya odur ki, yenə deyirəm, təbii proses olar. Bu dənizin dibində, yəni dənizin dərin qatlarında olan karbohidrogenlərin zaman-zaman
yer səthinə çıxması gətirib çıxardır. Və onu da qeyd edək ki, bununla bağlı geoloji, fiziki işlər aparılıb vaxtikən, amma lazım gələrsə yenə də bu tədqiqat işlərinin aparılması zərurəti yaranacaq. Dəniz canlıları bunu yeyib məhv olmaq, tələf olmaq ehtimalı varmı? Deməli, dənizdə ekoloji sistem deyilən bir anlayış var, canlı bir kütlə deyilən bir şey var. Bəli, o birmənalı olaraq dəniz məhsulu, məsələn deyək ki, balıq birbaşa neft məhsullarına qidalanmır. Çünki balığın qidalandığı məhsul nədir? Xərçəng və yaxud da yosunlarla qidalanır. Təbii ki, o çöküntü olaraq o kadrogenlərin o istər yosuna, istərsə də ki, xərçənglərin belə deyək, nüfuz eləməsi və nəticə etibarilə balıq onlarla qidalanır və bu da onların zəhərlənməsinə və yaxud kütləvi məhv olmasına gətirib çıxardır. Yəni birmənalı olaraq belə ki, canlı orqanizmlər neftlə qidalanmır. Sadəcə onların o dediyim kimi belə deyək, qida zəncirinə birbaşa təsir eləyir.